Deməli, Sevinç xanım, biz Timur Mehdiyevlə bağlı məsələyə sizlə və sizin hətta redaksiyanızda qonaq olan bir neçə dəyərli dostlarımız da elə canlı bağlantılarda biz həftələr öncə, Sevinç xanım, həftələr öncə, yəni öz münasibətimizi bildirdik, kimi yazılı şəkildə, kimi şifahi şəkildə ki, yəni bu cür ciddi hadisədə ilk atılmalı olan addım və mən bunu çəkinmədən deyirəm, elə belə deyək, paqon daşıyan, belə el dili ilə desə, sadə dillə desə, paqon daşıyan bir adamın dərhal müvəqqəti də olsa vəzifədən kənarlaşdırılması olmalı idi. Oldu, oldu. Amma nə vaxt oldu? Baxın, yəni nə dəyişdi? Bu arada məlum oldu ki, Patruşevlə, indi baxın, Patruşevlə görüşdən danışırıq da, biz danışırıq. İndi Milli Məclisin uzun illər deputatı olmuş, elə adlarını deyəcəm, mən yəni ümumi danışmağı xoşlamıram Sevinç xanım. Eldar İbrahimovdur, Sayavuş Novruzovdur. Ad çəkirlər ki, biz o vaxtı bilirdik, belə idi, biz o vaxtı belə deyirdik. Yaxşı, deyirdik, mənim Sevinç xanımın səlahiyyəti və yaxud da imkanı yox idi. Niyə siz bu məsələdə sona qədər prinsipiallıq nümayiş etdirmədiniz? Ramiz Mehdiyev oğlunu bəli Patruşevlə görüşdürüb. Patruşev da sıradan adi bir adam deyil. Nəinki Patruşevlə. Bugün Azərbaycan hakimiyyətində mən sizə onu da deyim Sevinç xanım. İndi bəzən son vaxtlar görürəm bəziləri ham-ham edirlər sizin ünvanınıza, mənim ünvanıma. Hətta deyirəm, yəni bəziləri hələ çoxlarının maskası yırtılacaq. Sevinç xanımın, mənim dediklərimiz məsələ düzdür, öz təsdiqini tapır, bugün tapmalı deyə, o biraz geç tapır. O da bizim günahımız deyil. Ramiz Mehdiyevin təyin elədiyi, Ramiz Mehdiyevə bağlı olan yüzlərlə icra başçısı var Sevinç xanım. Yüzlərlə icra başçısı var. Deyə bilərlər ki, Azərbaycanda yüzlərlə rayonda icra başçısı, mavinin müşaviri, o qədər var. Yəni, mən icra başçısı deyəndə məmur nəzərdə tuturam. Orada söhbət mavindən gedir, nə bilim, komitələr var, nazirliklər var. Niyə danışmırsınız? Niyə Sevinç xanım pis olmalıdır və yaxud da mən pis olmalıyam? Ad çəkirsən, deyirsən, özünə düşmən qazanırsan. Mən özümə düşmən qazanmıram. Mən bilirəm ki, bu adam işin görməlidir. Amma bu adam işin buraxıb başqa işlərlə məşğuldur. Hansısa nadir Peterburg oturub Bakının göbəyində Rusiyanın narrativlərini, Putini burada təbliğ eləyir. Zabit, nədir o? İmişlidə, Səmədov. Salih Səmədovlar, nə bilim, burada həkimlər. 30 ildir biz müstəqil bir dövlətdə yaşayırıq. Hələ də Rusun, erməninin əzabını çəkirik. Mina partlayışı dünən biri minaya düşdü, sırağı gündə düşdü. Kimdir? O da bizim evlatdır da, o da bizim özümüzkidir də. O minanı kim gətirmişdi ora? 2020-ci ildə Rusiya sülh-məramlı kontingenti güya bölgəyə gəlmişdilər sülh yaratmağa. Amma deməli 2020-də sərhəddə dayanmışdılar. 2022-də biz Ermənistanda istehsal olunan minaları ərazimizdə görürük. Kim? Azərbaycanlı gedib gətirmişdi o minaları. Ruslan erməni birləşmişdi də gətirmişdi. Bunu demək nədir? Azərbaycana xəyanətdir. İndi Ramiz Mehdiyev məsələsinə qayıdıram. Sevinç xanım, bu məsələ, yenə deyirəm, Azərbaycan dövlətinin imici məsələsi. Mən yəni bir Azərbaycan vətəndaşı olaraq sadəcə demək istəyirəm ki, mən heç kimin bədbəxtliyini istəmirəm. Amma mənim xalqıma, mənim dövlətimə, dövlətçiliyimə uzanan əl dibindən kəsilməlidir.